tarixdə ilk Rumıniya dövlətini quran əslində türklər olub. Şişirtmirəm. Yəni gedib araşdıra bilərsiniz. Bassarab yazın, birinci Bassarab çıxacaq hər yerdə. Bassarab kimdir? Bassarab Yakuman-dakı Peçenek cəngavərdir, döyüşçüsüdür, bir savaşçı elitdir. Gəlir Rumuniyadakı vlaxların başına keçir və onları Macarlara qarşı sistemləşdirib döyüşdürür. Yəni bir növ vlaxlar Macarların əsarət altındaydı 14-cü əsrdə. Başına keçən Bassarab, yəni Bassarab da baş ata, yəni bas apa, öndər ata deməkdir. Vlaxları sistemləşdirir, ordu yığır onlardan. Posada savaşında güclü Macar ordusunu darmadağın eləyir. 30 minlik Macar ordusunu 10 min əsgərlə məğlub edib tələyə salaraq və beləliklə tarixdə ilk Rumıniya dövlətini qurur. Valaxiya dövləti, yəni Bessarabiya da onun adından gəlir bu arada. Valaxiya dövlətini qurmuş bir şəxsdir ki, məşhur Drakula var ya, qan içən və yaxud da ki, Cəsur Michael, yəni Rumıniya tarixinin ən böyük adamları. Hamısı əslində bunun nəslindən gəlir. Bu Kuman və yaxud da ki, Peçenek sayılan türk zamanla assimilyasiya olur. Yəni bunun nəsli bir savaşçı elit idi, gəlir Vlaxların başına keçir və zamanla Vlaxlaşır. Yəni Rumunlaşır bu adam. Vlax yəni Rumıniyalı, o mənada deyirəm. Yəni beləliklə Rumıniya tarixinin ilk dövlətini əslində savaşçı türk elitası qurur. Təbii ki, Vlaxları sistemləşdirərək, onları bir araya gətirərək və daha sonra onların hamısı assimilyasiya olur. Amma maraqlısı budur ki, həmin bu sülalə 715 il Rumuniyada hökm sürüb və daha sonra Osmanlıya qarşı çox mükəmməl formada savaşıblar. Hətta Cəsur Michael'ın türklərə qarşı uğurlu zəfərləri belə var.